Salam əziz və dəyərli izləyicilərim. Çox suallar gəlir. Onları da şərhlər olan yerdə yaza bilmədiyim üçün məcburam ki, burada suallarınızı qoyub və o suallarınıza cavablar verəm. Əziz izləyicilərim, yağ qarqarası haqqında çox videolarım var və həddindən də çox nə qədər geniş danışsam da belə yenə də suallar gəlir. Misal üçün, indi sualları bir-bir ekrana qoyacağam və cavablayacağım suallarınızı. Mənim üçün əziz və dəyərli olan izləyicilər, hansı ki, əziyyətimə dəyər verib gözəl sözlər, dualar yazırsınız. Sevginiz və dualarınız hamısı qarşılıqlıdır mənim əzizlərim. Demək, yağ qarqarasını mən demişəm, hardasa bir 30 ilə yaxındır ki, 30 il keçər hətta üstündən ki, anamı professora aparmışdım. Burada Rusiyada alim, akademik, professor, inanın ki, onun qəbuluna düşmək çox çətin idi, Rusiyada yəni. Və o bizə bunu demişdir. Və ondan sonra da mənim təsəvvür eləyin ki, 28 il bundan qabaq qızım dünyaya gəldi. Allah cəmi balaları pənahında saxlasın. Qızımın nyankası, Rus nyankası, təsəvvür eləyin ki, özü də, əri də dedi ki, illərdir biz bunu eləyirik. Təsəvvür eləyin ki, onda o qadının 50 yaşı var idi. Deyirdi ki, uzun illərdir mənim nənəm, babam bu yağ qarqarasını eləyir, çünki toksinləri orqanizmdən çıxardır, orqanizmi təmizləyir, ağzımızda dişi necə qarqara edirsiniz, o cürə qarqara edirsiniz. Yazırsınız ki, sual gəlir ki, Məryəm xanım, 20 dəqiqə necə saxlamaq olar? Baxın, suallardan gələcək. Əzizim, siz məcbur deyilsiniz. Mən bunun çox xeyir olduğunu xalqıma bildirdim və xalqım da eləyir, xeyrini də tapanların sayı hesabı yoxdur. Nədən bilirəm? Çünki dualar yazırlar. Suallardan biri budur ki, ən çox verilən suallara cavab verəcəm. Suallardan biri budur ki, Məryəm xanım, başqa hansı yağlarla etmək olar? Baxmayaraq ki, mən videolarımda danışmışam, amma yenə də sual verdiyiniz üçün deyirəm. Yağı da videonun üstündə qoyacağım. Üstünə yazılır nerafinirovanное maslo, yəni soyuq sıxım yağ. İsti şeylərdən keçmir, sənaye yağı kimi deyil. O birisi o rafina edilmiş, təmizlənmiş yağlar, onlar ziyanlıdır. Sənaye yağıdır, toksik bir yağdır. O sizə ziyan eləyir. Onları bilsəniz ki, necə əldə edirlər, vallah yeməsiniz, vallah evinizə soxmazsınız. Nəysə, sual, Məryəm xan, başqa hansı yağlarla? Mindal yağı ilə olar, nə bilim, zeytun yağı ilə olar, xeyr. Yəni, siz istəyirsinizsə eləyin, amma gözəl nəticə əldə etməyəcəksiniz. Ki, orqanizminiz təmizlənsin, üzünüz gözəlləşsin, saçınız, dırnağınız, kistalarınız ərisin, olmayacaq bu. Yəni, mən demirəm ki, bununla kistalarınız əriyəcək. Həm də özünüzə qulluq etməlisiniz, həkiminizə getməlisiniz. Bunlar köməkçi vasitələrdə, özünüz də internetdə araşdırsanız görəcəksiniz ki, professorlar nələr yazır. Mən də oxuduğum bütün kitablardan sizə danışıram və gördüyüm, bildiyim professorların dediklərini sizlərlə bölüşürəm. İstəsəniz eləyin, istəməsəniz eləməyin. Yəni, mənim anama 30 il bundan qabaq deyən professor demişdi ki, 3 yağla olar. Soyuq sıxım günə baxın yağı ilə, yəni rəfinə edilməmiş, kakos yağı ilə və mindal yağı ilə. Bunlar da küncüt yağı ilə, üzr istəyirəm, kakos, küncüt və simişka yağı ilə deyilmişdi, günə baxan yağı ilə. Evimdə olan uşağımın nyankası da bu 3 yağla deyirdi, amma alternativimiz nəyə görə günə baxan yağıdır? Çünki adamın heyfi gəlir ki, üzr istəyirəm, qarqara eləyib tüpürürsünüz onu, heyf olur da, ona görə əgər xeyir eləyirsə, biz yəni illərdir bundan eləyirik. Sualın biri budur ki, Məryəm xanım, hər gün etməliyik. Bəli, biz hər gün edirik. Əslində hər gün edilməlidir. Sualın biri budur. Dişimizi yuduqdan sonra mı Məryəm xanım qarqara eləyirik? Sualları qoyuram ekrana. Xeyr, dişinizi yuduqdan sonra etmirsiniz. Yerinizdən duran kimi su içməmiş, ağzınızı yaxalamamış, su içməmiş edirsiniz. Qarqaranızı udmaq olmaz. Mütləqdir ki, tüpürürsünüz. Sual gəlir. Məryəm xanım, sonra ağzımızı yaxalayaq mı? Bəli, yaxalayın. Sonra gələn suallardan necə 20 dəqiqə saxlayaq ağzımızda? Valla məsləhət özünüzündür, istəmirsinizsə saxlamayın. Nələrə xeyir eləyir, özünüz araşdırın, internet zamanəsidir. Özünüz araşdırsanız görəcəksiniz ki, min bir dərdin dərmanıdır. Həqiqətən də toksinləri tüpürcək vəzi yolu ilə gətirir ağzımıza. Tüpürəndə bütün orqanizmimiz təmizlənir və bunu siz gündəlik həyat tərzinə çevirəndə özünüzdə olan dəyişiklikləri, gözlə görüləcək dərəcədə dəyişiklikləri görəcəksiniz. Bəli, 1-2 nəfər də yazır ki, mən bunu bilirdim, 20 il bundan qabaq kitab oxumuşdum. Əziz insan, bəs siz bunu oxumuşdunuz, heç olmasa özünüzdən başqa bir 10 adama demişdinizmi? O sualı da, o sözü də qoyacağım ekrana.
və bunu minlərlə insanlara çatdırmağı Allah mənə qismət elədi. Şükür olsun. Nə xoş mənə ki, nə xoşbəxtəm ki, minlərlə insanların duasını eşidirəm, yazırlar, mən edirəm, xeyrini də görürəm. Məryəm xanım, çox sağ olun, yaxşı ki, belə gözəl məsləhətlər verirsiniz. Bu sözlər mənim üçün dünyalardır, bu dualar mənim üçün dünyalardır. Mənim əzizlərim, dedim, sizin bütün suallarınıza cavablar verdim. Çalışdıqca hər gün videolar çəkəcəm. Bütün suallarınızı bir bu yağ haqqında yox, hər bir, çünki suallarınız çoxdur. O suallara qarşılıq olaraq mən video çəkəcəm. Mənim əzizlərim, bir də onu deyim ki, əgər istəyirsinizsə sağlam həyat tərzi sürmək, tam sağlam, dərmansız, qəbzlikdən azad olmaq istəyirsinizsə, çünki mənə yazırsınız, qrupuma gələnlər deyir ki, artıq Məryəm xanım, klizmaya belə təsir göstərmir bağırsaqlarım. Nəyə görə? Çünki sena, acılı qotu, magnisulfat tuzu, dəvə gözü, bisakadil, matilium, dufalak və s. qara kömür içirsiniz, bağırsağınızın selikli qişasını, mədə bağırsağınızın zədələyirsiniz, mikroflorasını pozursunuz. Mən bir mütəxəssis olaraq sizi apteka göndərməyəcəm, sizə heç nə aldırmayacam. Tam sağlam bir həyat tərzi sürəcəksiniz. Sizə heç nə satmayacam. Onda mən nə mütəxəssis oluram, nə diyetoloq, nutrisioloqam ki, mən sizə deyirəm ki, qəbizlikdən azad olmaq istəyirsinizsə sena çayı için, həftədə bir dəfə magnisulfat tuzu için və yaxud köpürsünüzsə qara kömür için, pankreatit için, onda sizin mədə altı vəzniniz örgənir və sizə ferment vermir. Bu nəyə lazımdır? Onda mən nə diyetoloqam ki? Və Azərbaycanda yeganə diyetoloqam ki, cəmi bircə dəfə 20 manat ödəyirsiniz, hər ay ödəmirsiniz. İli 20 manata bir dənə qrup məndədir və sizə heç nə satmıram, nə arıqlama çayı, nə arıqlama kofisi, nə su diyeti olmaz mənim qrupumda, nə aclıq etmək olmaz. Çünki bunların zərər olduğunu mən dərsini keçmişəm. Mənim əzizlərim, bəylər üçün qrupum ayrıdır, xanımlar üçün qrupum ayrıdır. Əgər istəyirsinizsə buyura bilərsiniz. Amma nömrəmi videonun üstündə qoymağa icazə olmadığı üçün sizə səsli şəkildə deyəcəm. Onu deyim ki, gözəl xanımlar, 20 manatı ödəyib qrupa girən kimi, yəni bir ilin pulunu, mən sizə bütün gözəllik sirlərimi öyrədəcəm. Saçınızın gözəlliyi, üzünüzün gözəlliyi, dırnaq göbələyindən azad olmaq, qazdan, köpdən, qarın gurultusundan, qəbzlikdən azad olmağı həmən öyrədəcəm. Və məsləhət bilirsinizsə, nömrəmi dediyim kimi yaddaşa salın, əlavələr eləməyin, əvvəlinə 0 994 50 70 yazmayın. Təbii ki, məsləhət bilirsinizsə, üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.